Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiya verilişinin canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram. Biz bugün əlbəttə ki, gündəmin mövzularını müzakirə edəcəyik, amma bilirsiniz ki, bizə çox saylı şikayətlər də daxil olur, vətəndaş şikayətləri də daxil olur. Bu günlərdə isə bizə redaksiyamıza vətəndaş Zaur Qaraqurbanlı tərəfindən bir müraciət daxil olub. O öz müraciətində müraciət çox böyükdür. Mən lazım olarsa bunu aidiyyəti qurumlara göndərəcəm. Söhbət burada Əmək Müfəttişliyindən və Elm və Təhsil Nazirliyindən gedir. O bildirir ki, onun atası mərhum Ramiz Qaraqurbanlı 50 illik pedaqoji fəaliyyəti olub, 50 ilə qədər əməkdar müəllim olub və 107 saylı orta məktəbin direktor müavini olaraq çalışıb və bu müddətdə 2023-cü ildə, əgər səhv etmirəmsə, mən burada müraciət çox böyükdür. Bunu ümumiləşdirib sizin diqqətinizə çatdırıram. 2023-cü ildə atası xərçəng xəstəliyinə tutulub. Bu həmin yerdədir. Atamın qeyd eləyir ki, 2023 avqust 2024 iyun vəfatına qədər sistemə daxil etməyiblər atasının adını işlədiyi müddətdə. Və indi buna kompensasiya ödənilməlidir. Əmək haqqının 3 misli 2300 manat civarındadır. Adam Elm və Təhsil Nazirliyinə müraciət eləyir. Əmək müfəttişliyinə müraciət eləyir. Deyirlər ki, bizim səhvimizdir, biz onu sistemə salmamışıq. Siz gedin bizi məhkəməyə verin, onda biz bu məsələni həll edərik. Bu adam da deyir ki, mənim elə pulum olsaydı vəkil tutmağa, məhkəmə rüsum ödəməyə, elə bu sizdən niyə istəyirdim ki, o 2300 təxminən o civarda vəsaiti və bu vətəndaşı salıblar get-gələ. Niyə görə ki, əgər bu məsələnin üzərindən, vəfatından 1 il keçəndən sonra artıq məhkəməyə müraciət etmək hüququ yaranmır, itir bu hüquq. Mən buradan müraciət edirəm Elm və Təhsil Nazirliyinə, xüsusi olaraq cənab nazirə Emin Əmrullayevə və aidiyyəti digər qurumlara ki, bu məsələ ilə bağlı ciddi araşdırma aparsınlar. Adamların ehtiyacı var və adam neçə illərdir 50 ilə yaxın Azərbaycan elminə xidmət edən bir adama qarşı bunu etmək lazım deyil və həmin Zaur Qaraqurbanlı yazır ki, müəllimə qoyulan hörmət budur. Azərbaycanda ötür-ötür oyunu gedir. Təhsil Nazirliyi mühasibatlıq şöbəsi 8 ay uzatdı. İndi də Əmək Müfəttişliyi uzadır. Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə nömrələrimi bloklayıblar deyir. Biz onlara artıq çıxış edib öz haqqımı ala bilmirəm. Biz artıq məsələni burada ictimailəşdirdik. Aidiyyəti qurumlara da bu müraciəti göndərəcəyik ki, daha dərindən araşdırsınlar. Belə, bugünlük bu qədər. Sabah yenidən efirlərimiz davam edəcək. Yayımı bəyənib paylaşın. Eyni zamanda burada səslənən fikirlər haqqında aşağıda videonun rəy bölümündə öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.